Hər birinizə salam səhvəmin dəyərli izləyiciləri. Sevilən aparıcı Çinarə Əliyeva qızı Mədinə və həyat yoldaşı Ruslan doktoru ilə yeni paylaşım edib. Söz edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlər və paylaşımlar üçün kanalımıza abunə olmağı, videolarımızı like etməyi, kanalımıza və bizə dəstək olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Xoş izləmələr. Kamsonları yandırdı ay Ruslan. Sənin xəbərin yoxdur, 3 ay konser işləmir. Gücü yəni işləmir. İşləmir də, işləmir. Peki qazı qutarı? Yox, işləmir, başa açılmır heç. Bildiğin yer var, bir de konser var. Sabahınız xeyirli, uğurlu olsun. Səhər tezdən durdum çünkü bugünləri çəkilişimiz var. Çok güzel bir çəkilişimiz olacak. Oraya gedirəm. Gəldim McDonald's'dan mütləq kofemi aldım amburandan. Deməli McDonald's'ın işçiləri də məndən soruşur. Bilmədiyini necədir? Deyirəm yaxşıdır, yatıb özünüz. Hamı da məni təbrik edir. Görün neçə gün keçib üstündən. İnanın. Yolda tanıdığım parkoşiklər, Moykada işləyənlər hamı da belə demək olar ki, hamı da o qədər, hamı da belə deyir. Bütün respublika sevinirsən ana olmağa münasibətində. Sizi də çox sevirəm, çox sağ ol demək istəyirəm. Səhər tezdən bir təşəkkürümü bildirim ki, mən də sizi çox istəyirəm. Allah hamıya qismət eləsin. Hamı bu hissi yaşasın. Belə gedirəm indi salon. Gəlmişəm Gelux'a və bu makyaj olubsa bilin ki, Aydiçka mənə belə bəzəyib. Baxın, saçımı da əfsanəm, görün necə gözəl havalı elədi. Bir daha baxın, 15 dəqiqəyə özdə fenlə, yəni şipçisiz, bax belə buruqlar elədi. Gelux filirdə saçım da uzanıb, özüm də belə effektsiz çəkirəm ki, siz özünüz görəsiniz ki, necə olmuşam. Makyajımı görürsünüz. Bilirlər də. Belə biz artıq çəkilişimizə hazırıq.